Salam hörmətli izləyicilər, xoş gördük sizləri Sahlənin Mətbəx kanalında. Əziz izləyicilər, bugün biz alça kompotu hazırlayacağıq. Çox dadlı və süfrələrinizin bəzəyi olacaqdır. Bunun üçün bizə nələr lazım olacaqdır? Deməli görürsüz, bax burada yuyulub təmiz bir ədcə yumşaq, yəni turşuluq yox, bax belə bir ədcə qızarmış alınçalar lazım olacaqdır. Çünki bu kompotluqdur. Bu belə deyək də, turşuluq deyil ki, bu bərk olsun. Beləcə qızarmış, yəni biraz yumşaq alınçalar lazım olacaqdır. Ondan sonra şəkər, belə stakan ki, çünki biz bunları aroma belə deyək, butulkalarında hazırlayacağıq. Ona görə hərəsinə bir armudu stakan gedəcəkdir və rəng lazım olacaq ki, bir gözəllik qatmaq üçün. Təbii ki də su. İndi başlayırıq bunları hazırlamağa. Deməli, əziz izləyicilər, alçalarımızı götürürük, doldururuq, belə deyərdim, aromamıza. Yəni, kim çox istəyir, çox da doldura bilər, kim az istəyir, az da. Yəni, zövqdən asılıdır. Mən ümumiyyətcə biləcə bunu çox edəcəyəm. Çox deyəndə, yəni indi göstərəcəyim sizə nə qədər olacaqdır. Alınçamızın biri də burada qaldı. Yəni biraz dəymiş alınçalar olmalıdır. Deməli, əziz izləyicilər, bax gördüyünüz kimi bu qədər alınçalarımızı doldurduq. İndi üzərinə bax bir stakan belə armudu stakanından bir bu qabın vasitəsilə pesox şəkər tökürük. Bax görürsüz belə hərəsinə bir stakan. Ona və bir stakan da bu bisinə şəkər əlavə edirik. İnandırım ki, çox dadlı və qışda da açanda bəhbəhlə belə deyərdim, içərəcəksiniz. Və rəngini rəng qatmaq üçün bir ədcə yaşıl rəngdən istifadə edirik. Bir damcı buna, bir damcı isə bu bisinə əlavə edirik və qaynadılmış suyumuzu əlavə edirik. Bismillah. Gördünüz, rəngi necə gözəl yaşıldı. Hələ qarışdırmamışıq. Çünki hələ qarışdıracaq ki, pesoğu yayılsın. Baxın, görürsünüz necə gözəl alınır. Həm süfrənizi bəzəyəcəkdir, həm də gözəl zövqünüzə oxşayacaqdır. Bax belə. İndi ağzını bağlayırıq. Deməli, əziz izləyicilər, ağzını bağladıqdan sonra bax belə edirik ki, bütün şəkər qarışsın. Belə deyərdim, bir-birinə. Baxın, belə edirik. Yəni şəkərini, pesoğunu qarışsın deyə. Həm də gördünüz necə gözəl rəngi oldu. İstedi. Əziz izləyicilər, gördüyünüz kimi baxın kompotumuz belə alındı. İndi bunu belə deyim, bir məhrəvi yazıda püküb biraz qoyacaq, bir gün qalsın, sonra artıq kompotumuz hazırdır. Yəni qış aylarında açıb içmək olar. Həm dadı gözəl, həm də görünüşü görürsünüz necə gözəl alındı. Bax beləcə hazırlayın və nuş edin. Bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza like qoyun. Sağ olun əziz izləyicilər. Salamat qalın.